Müdürlük nədir? Qadın müdürü olmalıdır və adətən bu müdürlüyün altında nə gizlənilir? Kiminsə illərlə dözüb susması, dözüb, qapılayıb, içində yığıb, ağlamaq istəyəndə gülümsəyib, hər şey yaxşı deyib. Və üstəlik də, yəni ki, fəxr edib ki, o müdürüdür. Məsələn, müdürlük nədir? Əsl müdürlük nədir? Müdürlük əsl bərabərdir sakitlik, balans, dərinlik, ağıl, hissləri tanımaq, öz hisslərini tanımaq. Yəni əsl müdürlük əslində belə olmalıdır. Amma cəmiyyət bunu dəyişdirib. Müdürlük olub döz, sus, özünü yığışdır, emosiyanı bastır, heç nə demə. Bu artıq bilirsiniz nədir? Doğru anlayışın yerini səhv anlayış tutub. Sözün əsl mənası itib və onun yerini tam səhv anlayış tutub. Biz müdürlük deyəndə bir şeyi nəzərdə tutmalıyıq. Amma illər boyu o sözün içi boşalıb və tam fərqli bir şey kimi işləməyə başlayıb. Biz müdürlüyü başqa cür başa düşməliydik. Real müdürlüklə heç bir əlaqəsi yoxdur. Müdürlük yaxşı bir şeydir, amma ona nəyi yapışdırıblar? Tam yanlış anlayışı. Müdürlük sus, döz, malala, emosiyanı boğ və salam. Bu artıq müdürlük deyil. Bu artıq sınmış sinir sistemidir. Döz strategiyası susarsan, ağıllı çıxarsan, ağıllı görsənərsən. Fakt olaraq hamı bilir ki, bu strategiya hər dəfəsində zibir kimi işləyir, yəni işləmir. Görməmişəm belə bir adam ki, danışmalı olduğu yerdə susan, dili qarnında olan, getməli olanda dözən, ürəyi çığıranda gülən və üstəlik xoşbəxt. Yox, olmur belə. İnsanlar müdürlük görünmür. Onlar sadəcə əzilmiş, sıxılıb qalmış əski kimi görsənirlər. Çünki dözmək, susmaq, görünməmək bu müdürlük deyil. Bu sadəcə qorxudur. Və qorxunu nə qədər də bəzəsən də, nə qədər adına qorxunun müdürlüyü çıxarsan da, yenə də qorxu olaraq qalır.